Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillah və ba'd. Allah subhanahu wa ta'ala Ali İmran surasının 185. ayəsində buyurur ki, Kullu nəfsin zaiqatul maut. Hər bir nəfs ölümü dadacaq. Və innəmə tuvaffavna ucurakum yevməl qiyamə. Fəmən zuhzihə anin nari və udxiləl cənnətə fəqad faz. Və məl həyatud dünya illə məta'al qurur. Allah ta'ala buyurur ki, hər bir kəs ölümü dadacaq. Və sizin əcirləriniz heç bir əksiklik olmadan sizə qovuşacaq. Kim oddan uzaqlaşıb cənnətə qovuşdurlarsa, elə budur əsl qazanc. Dünya həyatı isə aldanışdan, aldadıcı ləzzətdən başqa bir şey deyil. Bizim dünyada ikən gələcəyimiz son mənzil bax budur. Dünyada ikən bizim son yerimiz bax budur. Ona görə fikir verin, bu insanlar da vaxtı ilə bizim kimi əyləniblər, gəziblər, yaşayıblar. Onların da mənzilləri olub, evləri olub, ailələri olub. Kimisi varlı olub, kimisi kasıb olub. Və bax buna baxmayaraq, onların gəldikləri mənzil, gəldikləri yer bax budur. Ona görə də insan nə etməlidir? İnsan bunu fikirləşməlidir. Hər daim öz əməllərində, öz həyatında. Bu yeganə reallıqdır ki, dəyişməyən bir şeydir. Nə olursan ol. Varlı olsan da, kasıb olsan da, cavan olsan da, qoca olsan da, güclü olsan da, zəif olsan da. Baxın, bunların arasında, Allah Teala bunlara rəhmət eləsin. Bunların arasında elə insanlar var idi ki, zamanında onlar nə edərdilər? Onlar varlı şəxslər idilər. Lakin onların o varları, dövlətləri bu aqibətdən onları xilas edə bilmədi. Ölümdən onları xilas edə bilmədi. Və sən də ey Adəm oğlu, ey müsəlman, sən də öləcəksən. Sənin də gələcəyin yer torpağın altı olacaq. Ta ki qiyamət gününə qədər. Ona görə hər dəfə əməllərində bu yeri fikirləş. Hər dəfə əməllərində əməl etməmişdən qabaq öləcəyini fikirləş. Fikirləş ki, sən də bunların arasında olacaqsan. Sənin də üzərinə belə bir torpaq atılacaq. Səni də ziyarət edib, sənə adınla yox, o ziyarət edildikdə qəbir əhli olaraq, qəbirsanlıq əhli olaraq müraciət olunacaq və sənə də salam veriləcək. Baxın, bunlar hal-hazırda biz yer üzərindəyik. Allah Taala'nın bizə verdiyi həyatı yaşayırıq, fürsəti yaşayırıq. Kimisi bunu dəyərləndirir, kimisi isə hələ də qəflətdədir. Hələ də qəflətdə və günahlar içərisindədir. Ona görə baxın, bunlardan hər birini bir dəfə olsun həyata qayıtmaq imkanları olsaydı nə istəyərdilər Allahdan? Fikirləşin. 2 rükət namaz qılmaq, Allaha ibadət etmək. Lakin onlar qayıda bilməzlər. Onlar Allahın onlara vədinin haqq olduğunu daddılar. Kimisi buna iman gətirərək həqiqəti gördü. Kimisi iman gətirmədi, inanmadı, xurafat sandı qəbir həyatını, öləcəyini tədarük görmədən. Lakin hər iki halda da onlar artıq haqqı tapdılar. Ona görə hər dəfə qəbirstanlığı ziyarət edəndə fikirləş, ölümü xatırla. Hər əməllərindən əvvəl ölümü xatırla. Fikirləş ki, sən də öləcəksən. Və nəinki bunlara heç bir şey dünyada ikən, heç bir əməlləri, heç bir var dövlətləri, ovlatları, uşaqları heç bir şey fayda vermədi. Verməyəcək. Baxın, bu qəbrin sahiblərinə, bunlara yeganə indi fayda verəcək şey nədir onların qəbirlərində? Baxın, əməlləri ilə baş-başa qalıblar. Kimisi Allah Taala'nın ona bəxş etdiyi nemətlə nemətlənir, ruzilənir. Kimisi isə günahlarının qarşılığını görür. Allahdan diləyirəm ki, Allah Taala bizi bu həqiqətlə yaşayan qullarından etsin. Və hər daim nəsib etsin ki, bizə bu ölümü gözümüzün qabağında olan qullardan etsin. Hər əməlimizdə, qardaşlar, bu həqiqəti biz gözdən qaçırmamalıyıq. Dünyanın aldadıcı ləzzətləri bizə bu həqiqəti, qorxulu olsa belə, bu həqiqəti unutturmamalıdır. Allahdan diləyirəm ki, Allah Taala bizə husnul xatimə versin və o günün şiddətindən, dəhşətindən, ölümün dəhşətindən qorusun və qəbirdə olarkən, əməllərimizlə baş-başa qalarkən, o pis əməllərimizin bizi narahat etməsindən, əzaba düçar etməsindən qorusun. Allah Taala bizi qəbirdə olarkən salih əməllərimizlə baş-başa qalıb Allahdan ruzilənən qullarından etsin. Allahümmə amin. Esselamu aleykum və rəhmətullah.